Salam əziz şagirdlər, bugünkü dərs izahımız kimyəvi reaksiyaların sürəti olacaqdır. Onlayn dərslərimizə qatılmaq üçün 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Instagramdan biologiya.kimya səhifəsindən isə nəticələrimizlə tanış ola bilərsiniz. Deməli, kimyəvi reaksiyaların sürəti dedikdə, ümumiyyətlə sürət dedikdə ağlımıza fizikada olan sürət gəlir, hansı ki, vahid zamanda gedilən yola deyilir. Bəs kimyada olan sürət nəyə deyilir? Maddələr yolmu gedir? Xeyr, müəyyən zaman intervalında maddələr sərf olunur. Yəni azala bilər və yaxud da arta bilər. Hansı ki, bu reaksiya sürətə biz reaksiyanın sürəti deyirik. Reaksiyaları iki yerə bölürük. Homogen reaksiyalar var, heterogen reaksiyalar var. Homogen reaksiyanın nə olduğunu biz bilirik. Məsələn, reaksiyaya daxil olan və alınan maddələr hər biri eyni aqreqat haldadırsa, məsələn, dəm qazı üstə gəlinsin, oksigen alınır, karbon qazı. Reaksiyaya daxil olanlar da, reaksiyadan alınanlar da hər biri eyni aqreqat haldadır. Və yaxud da ki, karbon üstə gəlinsin, oksigen alınıb, karbon qazı. Artıq burada karbon bərk halda, oksigen qaz, karbon qazı qaz. Müxtəlif aqreqat hallarda olan bir maddələrdən ibarətdirsə reaksiya, o heterogen reaksiyadır. Və yaxud da ki, belə də ola bilər. Dəmir üstə gəlinsin, kükürt alınır, dəmir 2 sulfit. Burada hər biri bərk halda ola bilər. Lakin bərk maddələrdən ibarət olan homogen saydığımız reaksiya əslində heterogen reaksiyadır. Homogen reaksiya vahid həcmdə gedən reaksiyadır. Heterogen reaksiya vahid səthdə gedən bir reaksiyadır. Bunlar nə anlama gəlir, nə mənaya gəlir, izah eləyəcəm. Deməli, homogen reaksiyanın sürətinə biz deyirik vahid həcmdə, vahid zamanda maddə miqdarının dəyişməsidir. Vahidi mol bölünsün, litr vurulsun, saniyədir. Burada nü reaksiyaya daxil olan və ya alınan maddənin mol miqdarının dəyişməsidir. Arta da bilər, azala da bilər. Reaksiya gedən qabın həcmidir və tau isə zamandır. Burada bizdəki T zaman deyil, tau rus T-si bizdə zaman kimi göstərilir. Deməli, vahid həcmdə gedir və yaxud da həcmin bütün həcm boyunca gedir desək, bu nə deməkdir? Düşünün ki, bir qab var, ağzı bağlı. Bu qabın içərisində qazlar var. Reaksiya qabın bütün həcmi boyunca gedir. Yəni, həcmin nə qədər qaz varsa, o qabın həcmi boyunca reaksiyanın hər biri gedir. Düsturda verilmiş həcm qabın həcmidir. Buradan belə bir qeydlər çıxarda bilərik ki, biz reaksiyanın sürəti qabın həcmindən və qazın həcmindən necə asılıdır? Reaksiyanın sürəti V qabdan tərs asılıdır. Amma reaksiyanın sürəti V qazın həcmindən düz asılıdır. Bu necə olur? Hansı mənanı kəsb edir? Gəlin onu açıq şəkildə göstərim. Tutaq ki, belə bir böyük V litrli bir qabımız var. Burada isə 2V litrlik bir qabımız var. Həcmi V olan bir qabımız var. Burada dəm qazı ilə oksigen qazı var. Eynən burada da dəm qazı ilə oksigen qazı var. Reaksiya getməlidir. Burada qabın həcmi balaca olduğu üçün, az olduğu üçün bu qazlar müəyyən bir müddətdən sonra tez birləşərək reaksiyaya girəcək. Amma burada həcm biraz böyük olduğundan qazların bir-birini tapa bilməsi bir qədər çətinləşir və reaksiyanın sürəti də ləngimiş olur, gec başa gəlir və beləliklə aydın olur ki, reaksiyanın sürəti qabın həcmindən tərs asılıdır. Bəs qazın həcmindən düz asılılığı necə ifadə edə bilərəm? Bu səfər yenə 2 dənə V həcmli bir qablarımız var. Bunun içərisində dəm qazı, oksigen, bunun içində dəm qazı, oksigen, oksigen. Fikir verirsinizsə, ikinci bu çəkdiyim qabda dəm qazları və oksigenlərin miqdarı çoxdur. Bunların bir-biri ilə görüşüb reaksiyaya girmə ehtimalı da daha çoxdur. Amma burada daha az qaz olduğu üçün sürət daha gec gedir. Bu belə oldu homogen reaksiyamız.
İndi keçək növbəti heterogen reaksiyadan danışaq. Heterogen reaksiya toxunan səthdə gedir, vahid səthdə gedir. İndi toxunan səthdə getdiyinə görə deyirik ki, toxunan vahid səthdə, vahid zamanda maddə miqdarının dəyişməsidir. Bunun vahidi mol bölünsün metrin kvadratı vurulsun saniyədir. Hansı ki biz dərslərdə 4-cü qruplarla hazırlaşırıq. Bu paylaşacağım video hər kəsə açıq olduğu üçün birinci qruplar olacaqdır böyük ehtimal. Vahidlərdən həmişə imtahana sual gələ bilər. Sadə düsturları soruçub məsələ həlli istəyə bilər. Bu hissələrə xüsusi diqqət yetirin. İndi gəlin danışaq. Məsələn burada vahid səthdə gedir nə deməkdir? Bayaqlar dedim ki, homogen reaksiya bütün qabın həcmində, yəni qabın bütün hər yerində reaksiya gedə bilər. Düşünün ki, bizim belə bir qabımız var. Qabın içərisində hidrogen xlorid, bura isə əlavə olunub dəmir metalı. Reaksiya nə dəmirin bu hissəsində getməyəcək, nə qabın bu hissəsində getməyəcək. Reaksiya tam dəmirlə hidrogen xloridin toxunduğu hissədə, toxunduğu səthində gedəcək. Ona görə də deyirik ki, heterogen reaksiya toxunulan səthdə gedir. Səth nə qədər, toxunulan səth nə qədər böyük olarsa, reaksiyanın sürəti o qədər böyük olar. Bəzən şagirdlər bu S-lə o toxunulan səthin deyir ki, heterogen reaksiyanın sürəti S-nin tərs asılıdır. Xeyr, buradakı S səthin sahəsi deyil, reaksiyanın səthdə getdiyini göstərən bir ifadədir. Bizdə toxunulan səth nə qədər böyük olarsa, reaksiya bir o qədər çoxdur, sürətli gedə bilər. İndi biz burada başqa şəkildə nə deyə bilərik? Düsturlarımızdan nə var? Bizdə maddənin qatılığı var. Qatılıq C bərabərdir delta nü bölünsün V. Vahid həcmdə maddə miqdarının dəyişməsinə biz qatılıq deyirik. Qatılıq C ilə işarə edilir. Biz gətirib homogen reaksiyada delta nü bölünsün V-nin yerinə gətirib C qoysaq, bu zaman homogen reaksiyanın sürəti vahid zamanda qatılığın dəyişməsinə deyilir. Bu şəkildə də iki düstur əldə etmiş olarıq. Sonra keçək aşağı hissəyə. Buradan baxaq görək nə var. Başlanğıc maddələrin qatılığı zaman keçdikcə azalır. Onda düsturda mənfi işarəsindən istifadə edilir. Reaksiyanın məhsullarının qatılığı zaman keçdikcə artır. Hər zaman yadımızda saxlayaq ki, başlanğıc maddələr azalır zaman keçdikcə. Məhsulun qatılığı isə zaman keçdikcə artır. Və zaman keçdikcə reaksiyanın sürəti azalır. Hər zaman bunu yadınızda saxlayın. Sürət hər zaman azalır. Başlanğıc maddələrdə zaman keçdikcə azalır. Məhsul isə zaman keçdikcə artır. Təbii ki, burada kütlələr nəzərdə tutulur. Və bunu unutmayaq. Reaksiyanın sürəti zaman keçdikcə azalmalıdır. Gələk bura. Burada da bizə qrafiklər verilibdir. Hansı ki, bunlar incə dediyim mənaları göstərir. Başlanğıc maddələrin qatılığının zamandan asılılığı. Başlanğıc maddələrin qatılığı zaman keçdikcə azalacaq. Məhsulun qatılığı isə zaman keçdikcə artmış olacaqdır. Burada PDF-in dərs vəsaitimizin içərisində test toplusundakı misallar var. Gələk indi kimyəvi reaksiyanın sürətini təsir edən amillərdən danışaq. Məsələn, aktivləşmə, maddənin aktiv etmə enerjisi içərisində olan təbiəti, reagentlərin qatılığı, təzyiq, qabın həcmi, temperatur, maddələrin təbiəti dedikdə təbii ki, aktivliyi, passivliyi, maddələrin xırdalanma dərəcəsi, katalizator və s. bunun kimi bir çox hər bir şey maddələrə təsir göstərə bilər. Gəlin maddələrə təsir göstərmədən ilki ilə başlayaq. Qatılığın reaksiyanın sürətinə təsiri. Qatılığın reaksiya sürətinin təsirini öyrənməkdən ötürü ilk öncə belə bir neçə reaksiya yazmaq istəyirəm. Amoniakın sintez reaksiyasını qeyd edirəm. Deməli, amoniakın sintez reaksiyasını yazdım. Bizim kinetik tənlik dediyimiz bir dənə düsturumuz var. Kinetik tənlik nədir? Məsələn, mən bunun üçün kinetik tənlik qursam, bu reaksiya V bərabərdir K vurulsun. K burada mənim sürət sabitimdir. Burada
Hər zaman yadınızda saxlayın ki, kinetik tənlik başlanğıc maddələrə görə qurulmalıdır və başlanğıc maddədə əgər bərk varsa, onun üçün qurulmur. Yalnızca qaz halda olan başlanğıc maddələr üçün qurulur. Məsələn, qatılıq üçün qururamsa, azotun qatılığı vurulsun hidrogenin qatılığı. Hidrogenin əmsalında 3 olduğuna görə onun qatılığının kubu vəziyyətində qüvvətinə qaldırmış oluram. Deməli, bu yazdığımız hissə amoniakın sintez reaksiyası üçün kinetik tənlikdir. Başqa bir reaksiya yaza bilərəm. Məsələn, NO üstə gəlinsin 2, oksigen alınır NO2. Əmsallaşdırıb bura 2 yazsam. İndi bu reaksiya üçün kinetik tənliyi qurduqda V bərabərdir. K vurulsun NO-nun qatılığı. Qabağında əmsal 2 olduğuna görə molu qüvvətinə qaldırıram. Vurulsun oksigenin qatılığı. Oksigenin əmsalı olmadığına görə onu bu şəkildə saxlayıram. Bu oldu bizim kinetik tənliyimiz. İndi qatılıqla artırıb azaltdıqda necə reaksiyaları müəyyən eləyə bilərik? Baxın bura. Mən deyirəm ki, azotun qatılığını 2 dəfə artırıb, hidrogenin qatılığını 2 dəfə azaltsaq, reaksiyanın sürəti necə dəyişər? Bir neçə nümunənin üstündə göstərəcəm, diqqətlə baxaq. Deməli, ilkin vəziyyətdə siz bunların qatılıqlarını 1 qəbul edin. Qatılıqlarını 1 qəbul edin. Deməli, V bərabərdir K vurulsun, yazıram. Əgər mənim azotumun qatılığı ilkin vəziyyətdə 1 idisə, 1 qəbul etdimsə, indi 2 dəfə artırmışam. 1, 2 dəfə artıb neçə olur? 2 vurulsun. Hidrogenin qatılığını da 1 qəbul etmişəm. 1-dir ilkin vəziyyət. Onu 2 dəfə azaldıram. 1-i 2 dəfə azaltmaq nədir? 1 bölünsün 2 şəklindədir də. Burada əmsalda 3 olduğuna görə qüvvəti, əmsal deməyək, qüvvəti 3 olduğuna görə üstündən qeyd edirəm. Burada 2 vurulsun 8-də 1 qalır. Bu 2 ilə bu 8-i ixtisar aparsam 4-də 1. Burada kəsir qiymət aldığıma görə məxrəc qədər dəfə azalır deyəndə, deməli reaksiyanın sürəti 4 dəfə azalmış olur deyilməlidir. Və yaxud da bunun başqa bir versiyasına baxa bilərəm. Bu versiya necə olsun? Bu versiyamız, deməli, deyirəm ki, azotun qatılığını dəyişmirəm, hidrogenin qatılığını 2 dəfə artırıram. Ola bilər ki, hidrogeni də artırar, azotu da artırar və yaxud da ki, hidrogeni artırar. Məsələn, məni kimi azotu dəyişmərəm. Azotun qatılığı olduğu kimi durur. İndi təzədən yazıram. V bərabərdir K vurulsun. Azotun qatılığını ilkin vəziyyət 1 götürmüşəm. Deməli, elə olduğu kimi qalır. 1 vurulsun. Hidrogenin qatılığı da 1-dir ilkin vəziyyətdə. Amma burada qeyd etmişəm ki, 2 dəfə artırmaq lazımdır. 2 dəfə artırıramsa 1 idi, oldu 2. Amma qüvvət olduğuna görə kinetik tənlikdə üstdən yazıram 3, alıram 8. Burada əgər 1 bölünsün yox, tam şəkildə rəqəm alıramsa, oradakı rəqəm qədər dəfə artmış olur. Deməli, reaksiyanın sürəti nə qədər artmış oldu? 8 dəfə artmış oldu. Bunlara aid bir neçə dənə nümunə özünüz yazıb yoxlaya bilərsiniz. Qeyd edim ki, məsələn, belə karbon üstə gəlsin oksigen, alınır karbon qazı. Bunun kinetik tənliyini qurduqda, burada karbon bərk halda olduğuna görə yalnız oksigeni tənlikdə nəzərə almaq tələb olunur. Karbon bərk olduğu üçün kinetik tənliyə yazılmır. Bu şəkildə reaksiyanın qatılığı, deməli, reaksiyanın sürətinə düz təsir göstərdi. Qatılıq nə qədər artarsa, reaksiyanın sürəti də o qədər artmış olur. Təbii ki, bunu kinetik tənlik qurmadan bilmək olmaz. Sonra, qazların təzyiqinin reaksiyanın sürətinə təsiri və yaxud da qabın həcminin reaksiyanın sürətinə təsiri. Deməli, yenə eyni reaksiyanı yazıram. Azot üstə gəlsin 3 hidrogen alınır 2 amoniak. Təzyiq P hərfi ilə işarə olunur da. Biz bayaqları bu reaksiya üçün kinetik tənlik qurmuşduq. V bərabərdir K vurulsun C azot vurulsun C hidrogenin qatılığının kubu. Bu şəkildə idi də qatılığı təsiri öyrənirdik. Amma bu dəfə təzyiqlə işləyirik. O zaman bura P yaza bilərəm qatılıqların yerinə. Deməli, azotun təzyiqi vurulsun hidrogen təzyiqinin kubu.
bu şəkildə göstərilir. İndi burada nə baş verir? Həcmdən, qabın həcmindən söhbət gedir. Qabın həcmi. Qabın həcmini mən bilirəm ki, fizikadan. Qabın həcmi ilə təzyiq tərs mütənasibdir. Yəni P 1 bölünsün V. V necə asılıdır? Tərs asılıdır. İndi tutaq ki, deyirəm ki, qabın həcmini, yəni V-ni 2 dəfə artırıram. V-nin 2 dəfə artması P-nin 2 dəfə azalması deməkdir. Bu reaksiya hər hansısa bir qabın içində gedirsə, mən qabın həcmini artıranda təzyiqi 2 dəfə azaldıramsa, deməli bu qazların üstünə düşən təzyiqləri də ayrı-ayrılıqda 2 dəfə azaltmış oluram. Yəni hidrogenin də təzyiqi 2 dəfə azalmış olur, azotun da təzyiqi 2 dəfə azalmış olur. Gəlin indi eyni üsulla həll edək. Yazaq. V bərabərdir K vurulsun. İlkin vəziyyətlərini 1 qəbul etmək lazımdır. 1 qəbul edirik. Mən indi buranı 1 qəbul etdimsə, azotun təzyiqi 2 dəfə azalıb. Onda deməli 1 bölünsün 2 vəziyyətinə düşüb. Vurulsun. Hidrogenin də üzərinə düşən təzyiqi 1 idi. İlkin vəziyyət. O da 2 dəfə azalıbsa 1 bölünsün vəziyyətinə gəlir. Qüvvəti 3 olduğuna görə 3'ü qeyd edirəm. Bu zamanda alıram 16'da 1. Deməli, qabın həcmini bu reaksiya üçün qabın həcmini 2 dəfə artırdıqda reaksiyanın sürəti 16 dəfə azalmış olur. Belə çıxır ki, təzyiq ilə, qabın təzyiqi ilə reaksiyanın sürəti tərs mütənasibdir. Artıq biz bunu dərsin əvvəlində də aydın idi, öyrənmişdik. Bu hissədə ümid edirəm sizə maraqlı oldu, aydın oldu. Buradan biz məsələn qabın həcmini ola bilər ki 2 dəfə azaldarıq. Qabın həcmi 2 dəfə azalanda qabın üstünə düşən, qazların üstünə düşən təzyiq 2 dəfə artmış olar. Yəni bizə qabın həcmi ilə əlaqəli nələrsə verəcək. Bu həcmlərə görə P-ni müəyyən etmiş olacaq. Bu hissədən bu qədər. Sonra qazların təzyiqini, qabın həcminin dəyişməsini öyrəndik. Keçək indi reaksiyanın temperaturunun təsirindən danışmağa. Temperatur hər 10 Selsi yüksəldikdə əksər reaksiyaların sürəti 2-4 dəfə artmış olur. Buna Van 't Hoff qaydası deyilir. Van 't Hoff qaydasına əsasən düsturumuz bu şəkildədir. V2 bərabərdir V1 vurulsun qamma üstü T2 minus T1 bölünsün 10. Qamma burada temperatur əmsalıdır. V2 bizim deməli VT2 yazılıb, yəni V2 də deyə bilərik. V2 reaksiyanın ikinci sürətidir. V1 əvvəlki sürətdir. Temperatur nə qədər artırsa, sürət də bir o qədər artmış olur. Amma zaman da bir o qədər azalmış olur. T2 bölünsün T1 sürət dəyişməsini xarakterizə edən bir kəmiyyətdir. Yəni bununla işarə edilir. Bu 3 düsturu deməli V2 bölünsün V1 bərabərdir qamma üstündə T2 minus T1 bölünsün 10. Tau 1 bölək tau 2. Burada rəqəmlərin yerini bilmək mütləqdir. Bəzən şagirdlər V1 bölünsün V2 yazır. Bu yanlışdır. Siz normal şəkildə ikincini birinciyə bölməlisiniz. T1 temperaturuna uyğun gələn V1 sürətidir. T2 temperaturuna uyğun gələn V2 sürətidir. Yəni T1 əvvəlki temperatur olanda V1 əvvəlki sürətdir. T2 temperaturun artmış və ya azalmışıdır. V2 də sonraki sürətdir. Bura aid də video izahdan keçirəm artıq. Konspektdə dərslərin, testlərin izahları var. Sonra növbəti keçirik maddələrin təbiətinin reaksiyaya təsiri. Bu nə deməkdir? Məsələn, bizim maddələrimizin təbiəti, yəni maddəmiz nə qədər aktivdirsə, reaksiya bir o qədər sürətli gedər. Məsələn, burada maqnezium, sink və dəmir metalları verilib. Onların hidrogen xloridlə reaksiyanın sürətlərini müqayisə etdikdə biz bilirik ki, maqnezium sinkdən daha aktiv metaldır, sink isə dəmirdən daha aktiv metaldır. O zaman bunlarda maqnezium daha sürətli reaksiyaya girəcək. Ona görə maqneziumun sürəti sinkdən, sinkinki isə dəmirdən böyük olmuş olar. Aşağıda gördüyünüz sıra isə metalların kimyəvi aktivliyi sırasıdır.
Sonra xırdalanma dərəcəsi var. Xırdalanma dərəcəsi bərk maddənin səthinin sahəsidir. Hansı ki, bərk maddənin səthinin sahəsi nə qədər xırda olarsa, bu zaman o böyümüş olur və beləliklə reaksiyanın sürətindən düz asılıdır. Məsələn, tutaq ki, bizim belə bir şəkərimiz var, böyük bir şəkər parçası. Bir də o şəkəri mən 4 hissəyə bölmüşəm. Hansı ki, bir də o şəkəri tamamilə xırdalamışam. Bunlardan hansı suyun içərisində daha tez həll ola bilər? Təbii ki, daha çox xırdaladığım daha tez həll olmuş olacaqdır. Deməli, buradan da biz aydın olunur ki, bunlar qəbula düşür. Diqqət edin. Həm 1, həm 4-cü bloka. Sink parçası verilib. Burada xırdalanmışıq, burada tamamilə toz halına gətirilib. Deməli, toz halında olanda sürət daha yaxşı gedir. Xırdalanma dərəcəsi ilə düz asılıdır. Növbəti sonuncu hissəmizə gəlirik. Katalizatorun reaksiyanın sürətinə təsiri. Reaksiyanın sürətini dəyişən, lakin reaksiyanın sonunda özü dəyişməz şəkildə qalan maddələrə katalizatorlar deyilir. Katalizator cihaz deyil, katalizator kimyəvi maddədir. Məsələn, hər hansısa bir reaksiyanın sürətini artıra bilirik. Bəzən də reaksiyanın sürətini azalda bilirik. Həmin kimyəvi maddələrə katalizatorlar deyilir. Həmin reaksiyalar isə katalektik reaksiyalar deyilir. Məsələn, bütün hidrogenləşmə reaksiyaları katalektikdir və yaxud da ki, üzvi kimyada öyrəndiyimiz əksər reaksiyalar hər biri katalektik reaksiyalardır. Məsələn, nümunə bir dənə yazmaq istəyirəm sizə. Tutaq ki, bizim bilirəm ki, SO2-nin əksəriyyətiniz görmüş olarsınız. SO3-dən alınma reaksiyasına üstünə NO yazırlar. Bu NO nə deməkdir? NO burada katalizator rolunu oynayır. Burada məqsəd nədir? Mən məsələn oksigenlə çoxumuz bunu bu şəkildə yazırıq, alırıq. Düşünürük ki, bu elə birbaşa bu şəkildə ayrılır. Xeyr, bu şəkildə deyil. İlk öncə NO öz oksigenlə reaksiya daxil olur. Buradan alınır NO2. Alınmış NO2-ni biz SO2 ilə reaksiya aparırıq. Deməli, belə bir şey deyim. SO2-nin özü birbaşa oksigenlə çətin birləşir. Onun yerinə NO2 ilə birləşmək daha rahatdır. NO2 ilə SO2-ni birləşdirən zaman NO2 özündəki oksigeni SO2-yə verir. Bu SO3 olur və NO da buradan əvvəl nətər girmişdi, o şəkildə də ayrılır. Katalizatordur artıq burada bu maddə. Ola bilər ki, sizə reaksiyanı verər və soruşar ki, burada katalizator hansıdır? Siz ilk öncə bilməlisiniz ki, katalizator reaksiyanın əvvəlində necə var idisə, reaksiyanın sonunda da elə olduğu kimi alınmalıdır. Bu oldu bizim katalektik reaksiyalarımız. Katalektik reaksiyalara bir çox reaksiyaları misal çəkmək olar. Məsələn, reaksiyanın biz bilirik ki, etil spirtindən və yaxud da bir atomlu spirtlərdən 140-dan yuxarı temperaturda nə edə bilərik? Sulfat turşusunun iştirakında alkenləri ala bilərik. Bu tipli reaksiyalar katalektikdir. Sonra gələk bura. Katalizatorlar bərk halda ola bilər, maye halda ola bilər, bir də qaz halında ola bilər. Qaz halında olan katalizator NO-dur, azot monoksid. Sonra sulfat turşusudur, etil spirtidir, metil spirtidir, hidrogen peroksiddir. Bunlar maye halda olan katalizatorlardır. Platindir, nikeldir, vanadyum 5 oksiddir, alüminium oksiddir, sinkdir, alüminium kloriddir və s. Bunlar bizim bərk halda olan katalizatorlarımız. Alüminium xlor 3 katalizatoru qeyd edim ki, alkanlarda və yaxud da digər üzvü maddələrdə izomerləşmə reaksiyasını xarakteriz edən katalizatorlara aiddir. Katalizatorlar homogen katalizatorlar da ola bilər, heterogen katalizatorlar da ola bilər. Bu hissəni istəsəz ekran şəkli götürərək öyrənə bilərsiniz. Bu da bizim bugünkü kimyəvi reaksiyaların sürətinə aid dərs izahımızdır. Digər dərs izahlarını da izləyib öyrənmək istəyirsinizsə, YouTube kanalımı izləməyi unutmayın. Onlayn şəkildə yenə qeyd edirəm, dərslərə qatılmaq üçün videonun əvvəlində qeyd olunan WhatsApp nömrəsi ilə əlaqə saxlayın.